23 il yaşayıb ancaq böyük işlər görür. Tofiq Quliyevə bu məktəbdə dərs deyir. Daha Üzeyir bəyin tərkidi ilə. Çünki o vaxt Asosenanın adı yox. O vaxt tarihlər vermək istəyəndə birinci çıxış eləyən. Salam əziz izləyicilər, Bizimkilər proqramında xoş gördük. Bugünkü qonağımız görkəmli musiqişünas, Milli Konservatoriya nəzdində Musiqi Kollecinin direktoru, əməkdar incəsənət xadimi professor Nazim Kazımoğlu. İnanıram ki, söhbətimiz maraqlı olacaq, bizimlə qalın. Salam Nazim müəllim, xoş gördük. Nə var, nə yox, necəsiz? Xoş gəlmişsiniz, sağ olun. Sizin fəaliyyətinizin böyük bir hissəsi bu kolleclə bağlıdır. Yəni, bir vaxtlar Asif Zeynallının adını daşıyan Azərbaycan Musiqi Telekomu kimi məşhur olan bir müəssisənin adı ilə bağlıdır. Və indi bugünkü söhbətimizdə də biz həm sizin yaradıcılığınızdan, həm də ki, bu kollecdəki fəaliyyətinizdən bəhs edəcəyik. Birinci sinifdə Üzeyir Hacıbəyev adına bir nömrəli Naxçıvan şəhər orta məktəbinə qəbul olub 66-cı ildə həmin məktəbi bitirmişəm. O vaxt belə idi, 8 illik şəhadətnamə ilə Musiqi Telekomuna imtahan verdim, 10 illik şəhadətnamə ilə o vaxt ki, Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq Fakültəsində Fars dilindən imtahan verdim. Farsdan əla da alsam, o bir imtahanlardan yaxşı qiymətlər aldım, müsabiqədən keçmədim. Çünki o vaxt 7 nəfər şərqşünaslığa, Fars dilinə qəbul oldu. Bu arzum mənim bitmədi. Asosenalda bir il oxuyandan sonra ikinci il yenə şərqşünaslığa imtahan verəcəkdim. Ancaq əvvəl qiyabi imtahanlar tez başlayırdı Bakı dövlətdə, əyanidən bir ay qabaq. Və mən Azərbaycan Bakı Dövlət Universitetinin Filologiya Fakültəsinə sənədlərimi verdim, qiyabi şöbəyə və qəbul oldum. Çünki mən əgər əyani şərqşünaslığa qəbul olmalısaydım, onda gərək Asosenaldan çıxardım. Və həmin il bir qərar çıxdı ki, 67-ci ildə qəbul olan qiyabiyə şöbəyə, onları bitirincə, yəni 73-cü ilə kimi möhlət verilsin. Həmin il qərar çıxdı və 70-ci ildə. Mən Asosenalın məktəbini bitirdim. Bu vaxt təyinatla Əlbaranın indiki Şirvan şəhərinə təyinatımı aldım və orada bir il tarım müəllimi, sonra tədris işləri üzrə direktor müavini işlədim. 73-cü ildə Bakı Dövlət Universitetini bitirib, həmin ili Azərbaycan Dövlət Konservatoriyasına imtahan verdim, qəbul oldum və qəbul olundan sonra biləndə ki, mən Azərbaycanın görkəmli bəstəkarları, İxtisasdan Səid Üstəmov, dirijorluqdan Süleyman Ələsgərovun sinifinə düşmüşəm. Mən özümə ən xoşbəxt insan saydım. Çünki hər iki bəstəkarın, hər iki müəllimimin mənim üzərimdə böyük zəhmətləri oldu. Çünki bizdə fərdi dərs keçilir, qrup şəklində deyil. 5 il mən Səid müəllimlə üz-göz həftədə 2 dəqiqə 45 dəqiqə dərs almışam. Həmçinin Süleyman müəllimlə elə dərs almışıq. Və mən artıq o müəllim yox, ustad deyirəm ki, ustadım kim olur? Yəni, həm dərs deməyinə var, onlar demək bizim ailə məişət məsələlərindən də maraqlanırdılar. Necə dolanırsınız, necə yaşayırsınız, işə düzəldirdilər. Səid müəllim neçə tələbəsini indi adını daşıyan orkestrdə işə gəldi. Məni də orkestrə dəvət elədi, dedim mən Səid müəllim musiqi məktəbində 2 akvad dərsim var. Ona görə mən məktəbdə işlədim. Və konservatoriyanı bitirdikdən sonra yenə mən təyinatla Əlbaran şəhərinə getdim. Orada bu dəfə 5 il işlədim. Məni o vaxt çətin məsələ idi. Partiya sıralarına qəbul etdilər. Və mən sonra Bakıya konservatoriya müəllim gəldi. Və konservatoriya müəllim gələndən sonra orada direktor vəfat etdi. Mən təzədən Əlbaramya qaydıb 8 il musiqi məktəbinin direktoru işlədim. Əlbaramdan mənim çoxlu sayda şagirdlərim var, yetirmələrim var. 3000-dən yuxarı şagirdim olub orada. Onlardan haradasa bir 500-dən yuxarı bu saat bizim məktəbdə, konservatoriyada, akademiyada işləyirlər. Musiqi məktəblərində işləyirlər Bakı və Əlbaramı, indiki Şirvan, Hacıqabul rayonlarında, Azərbaycan digər rayonlarında müəllim işləyirlər.
Və mən oradan sonra Əlbaramızdan mən 92-ci ildə Təhsil Nazirliyinə işə götürüldüm. Yəni musiqi sahəsi üzrə bir mütəxəssis kimi musiqi və incəsənət sahəsinə məni işə götürdülər. Və mən nazirlikdə inspektor, sonra baş mütəxəssis, idarə rəis müavini, 5 il Həmkarlar İttifaqının sədri işlədim və 2001-ci ilin sentyabr ayında məni Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinə direktor təyin edildi və 21-ci ildir ki, doğma, vaxtilə təhsil aldığım bu möhtəşəm bir o zaman təhsil ocağına rəhbərlik edir. Çox gözəl. Özdə maraqlıdır ki, siz bura təyinat alanda, yəni rəhbərliyə gələndə, həmin il Milli Konservatoriya təsis olunmuşdu və o zamana qədər orta ixtisas məktəbi idi, amma sonra Milli Konservatoriyanın nəzdinə verildi, tərkibinə. Bu ümumiyyətlə işin keyfiyyətinə yaxşı mənada təsir edib, yoxsa müəyyən bir asıllıq yaradır? Yəni necə? Yox, heç bir. Birisinə görə deyirəm, çünki mən bu məktəbi həmişə bizim Bakı Musiqi Akademiyasını vaxtının Üzeyir bəyin yaratdığı uzun illər konservatoriya adlanan bir müəssisənin, ali məktəbin həmişə bir baza məktəbi hesab edilmişəm. Çünki Azərbaycanın, nəinki Azərbaycan miqyasında, dünyada da tanınan ən görkəmli sənətkarları demək olar bu məktəbin məzunları olub və burada çalışıblar. Ona görə bu heç də şan şöhrətinə görə götürəndə konservatoriyadan, yəni Bakı Musiqi Akademiyasından geri qalmayan bir müəssisədir. Tamamilə düzgün qeyd edirsiniz, çünki bu məktəbin əsası 98-ci ildə Yermalayeva bacıları tərəfindən musiqi məktəbi kimi 1898-ci ildə Sankt-Peterburg konservatoriyasının məzunları Yermalayeva bacıları tərəfindən təşkil olunur. O vaxt çarın nizamlarının təsdiq edilmə sənədi də bizdə var. Onun məktəbin tarixi götürülür o vaxtdan. O vaxtdan ancaq Bakıda bildiyiniz kimi neft sənayesi inkişaf edildi. Türk millətlərin nümayəndələri yaşayırdılar Bakıda və Bakıya çoxlu qastrol səfərləri olurdu. Bütün ölkələrdən tanınmış musiqiçilər gəlirdi və buna ehtiyac duyulurdu ki, uşaqlar da burada yaşayan balaca uşaqlar da musiqi təhsil alsınlar və bu məktəb açıldı. Demək olar ki, 16-cı ilə kimi bu məktəbdə ancaq başqa millətlərin uşaqları təhsil alıblar. Ancaq Üzeyir bəy, Böyük Üzeyir bəy, Dahi Üzeyir bəy təşəbbüsü ilə 16-cı ildə bu məktəb orta ixtisas məktəbinə çevrildi, yəni Texkoma çevrildi. Və o vaxtdan bizim Azərbaycanlı tələbələr də artıq bu Texkomda oxumağa başladılar və Üzeyir bəy bu Texkomda 2 dəfə 22, 24, sonra 26-28-ci ildə direktor vəzifəsində işləyib və o vaxtda ilk məzunlar Asaf Seynallı, Səhəd İslamov, Əfrasiyah Bədəlbəyli, Əşrəf Həsənov və Qara-Qaragül ilk məzunlar bunlar olublar. Asaf Seynallı, Qara-Qarayevə, Cövdət Hacıyevə, Tofiq Quliyevə bu məktəbdə dərs deyib. Tofiq Quliyev xatirələrində yazıb və Asaf Seynallı 100 illiyinə həsr olmuş kitabda, mən o monoqrafiyamda Tofiq Quliyev öz məqaləsini vermişdi ki, mənim bəstəkar olmağıma səbəbkar cəmi 23 il ömür sürmüş Asaf Seynallı olub. Asaf Seynallı, bu gördüyümüz büst 33-cü ildən 53-cü ilə kimi indiki Musiqi Akademiyasının girəcəyində olub. 32-ci ilin oktyabr 28-də Asaf Seynallı rəhmətə gedib. 33-cü ildə onun il dönümündə Dahi Üzeyir bəyin tərkidi ilə Asaf Seynalın adı Azərbaycan Dövlət Konservatoriyasına verilir. Çünki o vaxt Asaf Seynalın adı yox. Glinka, Çaykovski adları verilsəydi, Sovet dağılınca biz adı götürə bilməyəcəkdi. Elə onun adı daşıyacaqdı. Və Üzeyir bəy vəfat edəndən sonra Asaf Seynalın adı Texkoma verilir, Üzeyir bəyin adı konservatoriya verilir. Və bu 20 il girəcəkdə istinbad edilən
büst onun üstündə olub. Tofiq Bakıxanov deyir ki, mən oxuyanda öz qiymət kitabçasını gətirib Asosyonal adına Azərbaycan Dövlət Konservatoriyasının tələbəsi deyir, bu həmişə orada olurdu. İndi bizdə artıq heykəli olduğuna görə büstü biz rayonun üstünə qoymuşuq. Artıq 20 ildən yuxarıdır, büstü rayonun üstündədir. 23 il yaşayıb, ancaq böyük işlər görür. Görün, kimləri yetişdirir. Azərbaycanda romans janrının banisi olur. Heç nə yazmasaydı, bir dənə ölkəm romansını yazsaydı, Zəfər Zabbarlının sözlərinə bəs edərdi. Onun anası Qarman ifaçısı olduğuna muğamları çox gözəldir. Onun yol üçün yazdığı muğam sayağı əsərində. Bütün muğam baxırsan ki, nə qədər 19 yaşında yazdığı əsərlərdə bu muğamları nə qədər gözəl bilirdi. Tarın əleyhinə ki, o vaxt tarı ləğv eləmək istəyəndə birinci çıxış eləyən qalxan Asosyonal olub. O yazırdı ki, tar yeganə alətdir ki, bizə musiqimizi, muğamlarımızı, xalq mahnılarımızı daha dürüst, dəqiq çatdıra bilər. Bütün yuxarı təşkilatlara yazırdı, çılğın çıxışlar edirdi və o sağ qalsaydı, yəqin 37-ci ildə Müşfiqin taleyi onu da gözləyirdi. Ancaq o Qarabağa xalq mahnılarını toplamağa gediblər. Səhid Rüstəmov, Asasinalı Fuad Əfəndiyev. Fuad Əfəndiyev adına indi xəstəxana var. Məşhur cərrah. O konservatoriyanın bəstəkarlığını bitirib. Ondan sonra məşhur cərrah. Çox maraqlıdır ki, bizdə siz tarixlə bağlı danışdınız. Muğamın da tədrisi bu məktəbdən başlayıb. Bəli. Özdə burada deməli, Üzeyir bəyin elə daisi rəhmətli Ağalar bəydən tutmuş. Seyid Şünski, Qurban Pirimov, Mirza Mansur, Əhmədxan Bakıxanov, yəni bu cür görkəmli sənətkarlar, Adil Gəray biraz sonra. Yəni belə müqtədir sənətkarlar bu məktəbdə dərs deyib. Xanəndələr və tarzənlər yetiriblər. Üzeyir bəyin böyüklüyü ondaydı ki, o direktor olan kimi tar sinifini, şanlısa sinifini bu texkomda açdı və o vaxtı Səhid Rüstəmov rəssamlıq texkomunda oxuyurdu və Üzeyir bəy dərs keçib, gəlib qapıda durub qulaq asırmış. Bir nəfər deyir ki, sən belə çox sevirsən musiqini, deyib mən rəssamlığı oxuyuram. Onun rəssamlığı qısarıb, o rəssamlıqdan dərs də deyib. Mehdi Hüseynzadə Mixailov, onun tələbəsi olur. Mən Səhid müəllimdən onun şəklini vermişəm. Səhid müəllimin 100 illik kitabında. Dedim, mən musiqini çox sevirəm. Mən dedi ki, bu uşaq çıxsın içəridən, məni Üzeyir bəyin yanına apardı, dedi, Səhid Rüstəmov dedi ki, bu oğlan yaman musiqiyə həvəs göstərir. Üzeyir bəy mənə rayonun arxasında bir şey not verdi, dedi, belə çox sevirsən musiqini. Dedi, nə çalmaqsın? Dedi, mən pianoda çalmaq istəyirəm. Dedi, yox, sənin yaşın var, sən gəl tar sinifinə. Və mən həmin indiki musiqi texkomunda tar sinifinə götürdülər və bildiyiniz kimi 31-ci ildə Xalçağı Alətləri Orkestri yarananda Səhid müəllim onun konsertmeysteri və birinci dirijor oldu. O vaxt Səhid müəllim deyir ki, tara yığışdırmaq istəyəndə, ləv etmək istəyəndə Üzeyir məni çağırdı, dedi ki, Səhid, sən get, bir-iki Rus ya xarici bəstəkarın əsərlərindən tar üçün işlə və gələn qonaqlara çal. Özdə ayaq üstə çal. Bizə deyirlər ki, köynəyin qalığıdır, oturub çalırlar. Sən ayaq üstə çal. Deyir, mən ayaq üstə çaldım, bir Rus bəstəkarını, biraz muğam, bir də xarici bəstəkar. Bundan məsələ bitdi, Moskvadan gələn komissiya dedilər ki, bu aləti ləğv edilməyə olmaz. Səhid müəllim bildiyiniz kimi 35-ci ildə tar məktəbi kitabını yazır. 35-ci ildən bu günə kimi o tar məktəbi kitabı musiqi məktəblərində əlifba kitabı kimi istifadə olunur. 35-ci il. Bütün tarzənlər hamımız o kitabdan, əlifbanı o kitabdan keçmişik. Və mənim də bəxtimə belə düşüb ki, qismətimə ki, mən Səhid müəllim kimi, Süleyman müəllim kimi müəllimlərdən dərs almışam. Və mən onu da qeyd edim ki, mən universiteti bitirib axı qəbul oldum əyani şöbəyə. Noyabrda məni çağırmadılar, bir də mayda çağıracaqlar. Yanvarda da təqaüdü alıram, mayda məni çağırdılar ki, sən əsgər getməsin. Dedim, mən əyani oxuyuram.
Özdə əlası təqaüd alır. Dedi, bəlkə 50 yaşıma kim oxuyasın, sənin yerimə mən gedəcəyim. Mən də müsabiqəyə getməliydim. 74-cü ilin aprelində çağırdılar. Birinci turdan keçmişəm. O vaxtı 74-də mən hərbi xidmətə getdiyim üçün o müsabiqəyə Tarzan Ramiz Quliyev, Məhməd Ağa Kərimov, Ağasəlim Abdullayev, Rafiq Muzazadə, 4 tan və bir də Vəzirov Ədalət Kəmal çağırdı. Mən gəldim dedim, Səyid müəllim, mən gedə bilməyəcəyəm. Niyə var? Dedim, mən əskər aparlar. Dedi ki, nəyə görə əskər aparlar? Dedim, mən 6 il möhlət veriblər indi. Dedi, kimdir orada hərbi komissar? O vaxt Kirovski rayonunda. Dedim, Şamaliya Cəlal Paşaydı. Belə baxdı, dedi, sən get bu nömrəyə maestro Niyazi gilə zəng elə, özü olmasa Həzər xanım götürəcək. Deyinə ki, bu Cəmal Paşaca, bu Üzeyir bəyin bacısı nəvəsidir. Mən getdim, yıldım, maestro evdə olmadı, Həzər xanım dedi ki, kimdir, dedim, Səhər mənim tələbəsidir, soruşur ki, Binəqəddə. Dedi, bəli, odur. Cəmalın oğlu Cəlal, orada. Gəldim, Səhər mənim də sənin işin düzəldi, 2 səhifə yazdı, məktub apardım, verdim. Hərbi komissar başladı, təhsilməyə dedi, mən nə yemək ola, sən getməlisən. Dedim, valla Səhər müəllim, mən 1-6 il mənə. Mən getmək istəyirəm, ancaq elə yaxın yerə düşünmək ki, köməkliyin. Dedi ki, yaxın mən Volqaqradda düşdüm. Volqaqraddan da 2 aydan sonra dəmir yolu idi. Bizi gətirdilər Bakıya. Mən Monten qəsəbəsində, indi orada daxili qoşunların hərbi hissəsi yerləşir. Orada başladım. Artıq 2 ay Volqaqradda, 3-cü ay. Sentyabrda gəldim konservatoriyaya. Səhid müəllim, Süleyman müəllimlə görüşdüm. Orada Bakıya düşmüşəm. Bu 2 müəllimlərim mənim məsələ qaldırdılar ki, bu 2-ci ali təhsil alır. Ancaq musiqi dərslərini keçirdi. Bədən tərbiyəsi, xarici dil, fəlsəfə, bunlardan partiya tarixi azad edim. Və ikisi Respublika hərbi komissarlığında məsələ qaldırdılar, mənə icazə aldılar. Oktyabr ayında dərsə gəldim, mən tələbə yoldaşlarımla kənarda qalmadım. Xoşbəxtliyin dərəcəsinə baxın ki, mən tələbələrlə 73-cü ildə qəbul oldum, 78-də bitirdim. Çox maraqlı bir məsələyə toxundunuz. Bax, sizin yaş nəslindən və daha çox da deyəlim sizdən yaşlılar, həmişə danışanda bu həyatlarında olan xeyirxah adamların əməllərini qeyd edirlər ki, bizə belə köməklikləri dəyib, yardımları dəyib. Aynı sizin də misalınızda biz bunu eşitdik. Bugün özünüz bax, belə bir nümunə göstərə bilirsiniz. Yəqin onu mənim tələbələrim deyər, sənət yoldaşlarım deyər. Bəli, Üzeyir bəyin yetirilmələri olan, Səhid Üstamova, Süleyman Əsgərov, Üzeyir bəy atalıq qayğısını göstərib. Hətta Süleyman müəllimin ailəli uşağı var idi. Onun konservatoriya, indiki Musiqi Akademiyasını 3-cü mərtəbəsində Süleyman müəllim orada yaşayırdı, hələ evi yox idi. Arzu, orada böyük oğlu Arzu orada yaşayırdı və bir gün Elmi Şura gedir, Arzu uşaqdır da gəlib 2-3 yaşında qapını açıb girib içəri, katibə olmuyor. Üzeyir bəs bu kimdir? Deyir, Süleyman, Bərək Allah Süleyman, belə bir Üzeyir bəyin sözü tabii. Mən müəllimlərimdən o qabını görmüşəm, Səhid müəllimdən, Süleyman müəllimdən, həkimə də aparıblar, işə də düzəldiblər. Mən də bugünkü gündə onların yolunu davam etdirirəm. İstedadlı bir dənə uşaq kənarda qalmır. Diqqətən kənarda qalmır. Mən nəyə görə deyirəm? Üzeyir bəyin sözü var. Deyir, gəlin istedadları qoruyaq. İstedadsızlar özlərindən yol tapacaq. Və o istedadlardan mən işlədiyim 21 il ərzində. Bu gördüyüm istedadlar, bütün alətlər burada var, musiqi alətləri. Biz həm Musiqi Akademiyası, həm Milli Konservatoriya üçün kadrlar hazırlayır. Və məni bizim bu kolleci bitirəndən sonra onlar ali təhsilə gedirlər. İncəsənət Universitetində də gedən var, Musiqi Akademiyasına. Və o uşaqlardan, o istedadlı uşaqlardan 100-ə yaxını bugün bizim kollecin müəllimidir. 100-ə yaxını. Mən də məsələn, o adlı sanlılardan deyə bilərəm ki, muğam müsabiqəsinin birinci qalibi Təyyar Bayramov.
İkinci, dördüncü ildə mənə dəhlizdə rast gəldi ki, müəllim, mən burada oxumaq istəyirəm. Dedim, axı, sənin yaşın var, ha? Dedim, mən ali təhsil almışam. Harada? Dedim, Naxçıvan Özəl Universitetini bitirmişəm. Hüquqşünasam. Dedim, gül kimi sənətim var. Sən get hüquqşünası, bizə də kömək elə, hüququmuzu qoru. Dedim, mən böyük həvəsim var. Bizim bu otağa girdik. Mən tarı çıxartdım. Səsə baxan kimi dedim ki, sən əlinə gec gəlmişsən. 2004-də qəbul olan ikinci ixtisas kimi birbaşa ikinci kursa təyyar. 2005-də bütün Azərbaycan yox, bütün dünya Azərbaycanlıları təyyarı tanıdı, təyyar birinci yeri götürdü. Həmçinin, bugün burada bizim kollecdə müəllimdir. Babək Niftəlyev üçüncü yeri götürdü, onda ikinci kursda oxuydu. Bugün müəllimdir. Elnur Zeynalov, əməkdar artist, bugün burada. Afaq Abbasova vokal üzrə əməkdar artist. Bəli, dünyanın neçə ölkəsində. O vaxt ki, Əli-Bayramlı şəhərinin icra başçısı, Sədaqət Qəhrəmanova bir yerdə işləmişik, çalışmışıq o şəhərdə. Məncə, burada bir istedadlı qız var. Sənaye Texnikomunun texniki nə şöbəsində oxuyur. Amma bütün tədbirlərdə bu iştirak edib. Onu bir baxın görür, sizin texnikoma köçürmək olar. Mən gəldi, vokal müəllimini çağırdım. Nataban Şeyxubaydı. Baxdı, dedi, bunu böyük gələcək var. Mən məktub yazdım, o vaxt ki, Təhsil Nazirinin müəllimə müraciətlə getdim. Və oradan bizə kollecə köçürdü. Məsələn, Güllü Muradova məktəbə qədər texnikomda oxuyur, artıq birinci yer götürüb, baxsa müəllimə. Getmiyorum ki, bu yaya kimi niyə orada vaxt itirsin? Bu hazır birinci yer götürübdür. Gözəl səsi var. Abdül Mirzəliyə Mirələm. Hər ikisi Şamaxı. Deyirəm, orada da texnikomda. Buradakı xanəndə məktəbi, Seyid Şüşinski məktəbi. Burada Üzeyir bəyin ruhu var. İnanın ki, mən oraya gələn uşaqlara baxıram, az müddətdə bunlara daşı divarı bu binanın təsir edir, Üzeyir bəyin ruhu təsir edir. Çox inkişafda olurlar. Uzun illər Asif Zeynalın adı bu texnikomun İndi də hamısı Asif Zeynalın texnikomun adını daşıyıb, indi də xalq arasında elə də deyirlər. İnandırım sizə kolej tanınmır, nəinki Asif Zeynal'dan. O vaxt oxuyanda deyirdi ki, Asif'də oxuyursan Bülbüldə, bak iki məktəb vardı, Asif Bülbül, orta yaxşı. Amma təəssüf ki, bu kollecə çevriləndən sonra adı üstündən götürülüb. Dediniz kimi, ali və orta əsas məsələlərindən hamısından götürülüb. Dərzimzadənin da götürülüb, ali məktəb. Amma siz yəqin bir təşəbbüslə çıxış eləmişsiniz də? Yox, təşəbbüslə olur. Üzeyir bəyin adı qayıtdı, Fərhad müəllim, cənab prezidentdən xahiş elədi kollektiv adına. Mən də Fərhadın 70 illiyində zarafata dedim ki, Fərhad, sən söz vermişsən bizə ki, Asif Zeynalın da adını məktəb. Çünki xalq arasında bu məktəb belə tanınır. Hətta mən onu deyim ki, Asif Zeynallı Dərbəndəndir, amma təmiz Azərbaycanlıdır. Dərbətdə onun adına məktəb də var, musiqi məktəbi və küçə var. Qardaşı qızı Emrah xanım bizdə uzun müddət işləyib. İndi Avstraliyada, Sidney şəhərində yaşayır, biz onun qonağı olmuşuq. Oğlu da oradadır, nəvəsi, gəlini, qardaşı oğlanları Asif Zeynalın buradadır. Biz onun hər ad günü və anım gününü onun məzarı üstündə iştirak edirik, rəhmət edirik və hər il onlar kimi anım günü burada konsert təşkil olunur. Çünki 20 il yaşayır. Çox qısa. 7 il yaradıcılığında nələr yaradır. Amma bir də yanında bir söhbət edəndə son məsələyə toxundunuz ki, onun qəbri də biraz bir tanınmaz yerdədir. O məsələ də yəqin ki... Həyatı belə olub. Bunu 1 yaşında atasını itirib, sonra 3 qardaş ana götürüb gəlib Bakıya, Üzeyir bəyin yanına gedib Asif Zeynalını ona götürüb. 32-ci ildə bu vəfat eləyəndə Qarabağdan xalq mahnılarını toplayıb gələndə xəstələndi. O, Kirovun heykəlinin yerində Çəmbərəkətdə dəfn oldu. Və Kirovun heykəli qoyulanda bunu oradan götürüb, aparıblar. Beynəlmiləl qəbirstanlıq var, Qurd qapısına qalxan yolda, sağda bir 50 metrə içəri keçsən, orada xaspərəstlərlə ona ətrafında düzdür, əmilər orada olur, dəfn olunur, qohumları da var. Amma
bu bilirsiniz ki, bizim ilk profesional, ali təhsil almış bəstəkarımızdır. Bu müraciət olunur, yəqin ki, o ailəsi adından müraciət ediblər, Dərbənd Cəmiyyəti müraciət edib, yəqin ki, bir tədbir görürüz. Yəni, o qəbrin köçürülməsi ilə bağlı. İnşallah. Bir də sonda biz elə daha çox sizin buradakı fəaliyyətinizdən bağlı danışdıq. Amma sizin özünüzün pedaqoji və elmi fəaliyyətiniz var. O məsələdən də bir qədər danışsaq yaxşı olar. Bilirəm, dərslikləriniz var, həm müəllif olduğunuz dərsliklər var. Mən 97-ci ildə müzakirə edilmişəm. Ümumi təhsil məktəblərində müqamların tədrisindən. Nəyə görə? Çünki hamı musiqi məktəbində oxuya bilir. Amma ümumi təhsil məktəblərində, musiqi dərslərində muğamlardan da istifadə olunur. Heç olmasa 7 muğamın əsas muğamlarının adını bilsinlər. Hansı lad üstündədir, majordur, minordur, nəyə təsir edir bu? Və musiqi dərsliklərinin biz son 10 ildə Oqtay Rəcəbovla birlikdə ümumi təhsil məktəbləri üçün musiqi dərsliklərinin mən həm müəllifiyəm və əziz müəllimim Səid Üstəmovun 100 illiyinə, Asas Zeynalının 100 illiyinə və adı Gəray müəllim, burada tar müəllim olub, bizim hamımızın müəllim olub, Səid müəllimdən sonra o tar müəllimlərin çox adam şahid yiyərdi. Arif Məlikov onu sevdi, bitirmişdir. Və üçü haqqında monoqrafiyam var, sonra mənim proqramlarım var, pedaqoji təcrübə proqramlarım. Uşaqlar üçün, musiqi məktəbləri üçün pyeslər məcmuəsi var, fortepiano. Və elmi məqalələrim var yüzdən. Müəllimliklə bərabər elmi işimizdə mən 30 ildən çoxdur konservatoriyada, Milli Konservatoriyada dərs aparıram. Müəllim olmuşam, baş müəllim dərsini. Artıq bir 18 ildir mən orada profesör. Elə əsas mənim əmalım müəllim olmaqdır. Zəlimxan Yaqubun bir şeirini mən həmişə qeyd edirəm ki, dünya mənim idi, mən olmamışdan. Bilirəm dünyaya mən niyə gəldim. Alnıma yazıldı müəllim qisməti, zamana dərsini deməyə gəldim. Mən də deyirəm tələbələrə dərsini deməyə gəldim. Və Asasin Alıbı Musiqi Kollecində 21 ildə 7000-dən yuxarı bizim məzunumuz olub. 1100 nəfər bu saat hal-hazırda təhsil alır və onların içində yüzlərlə mən adları çəkdim. Eurovision'da birinci Elnur gedən bizim tələbədir. Səbinə Babayeva, əməkdar artist var, adı yadından çıxdı. Bizim axırıncı qız gedən yenə çoxlu sayda burada tarzənlər var, kamançı ustaları var. Skripkada bizim məzunumuz Amerikada məşhur musiqiçidir. Çox dünyanın elə bir 50-dən yuxarı ölkəsində mən tanıdığım bizim məzunlar var. Bu məktəblə bağlı başqa millətlərin nümayəndələri də burada oxuyublar. Dünyanın bütün ölkələrindən. Amerika, Kanadada bizim neçə müəllimimiz işləyirlər orada. İsraildə, Fransada, İtaliyada mənim tələbəm, Əlbaramdakı tələbəm Fəxrəddin Qafarov bugün Milanda tarih təbliğ edir, özünün qrupası var. Dünyanın neçə ölkəsində, İngiltərədə mən onun konsertində iştirak elədim tələbəmi. Yəni, çox da belə yetirmələrimiz ki, burada Əlbaramda mən ona dərs demişəm, burada ona Rasim Quliyev dərs deyir, Möhlət müəllim dərs deyir. Onda bir gün İtaliyada bizim musiqini təbliğ edir. Allah rəhmət eləsin, baba müəllimimiz, Arif Məlikov, həm Muran məzununu idi, həm də burada Ümrə Axına kimi dərs deyir. Milavan Rus millətindən olsa da bu kollecdə 3 eseri xalq artisti yetişdirir. Lütfər İmanov. Bəli, Lütfər İmanov, Şəngiz Əhmədova və Müslüman Maqamay. Allah xeyirdir və əməkdar artist, onun tələbəsi olur. Cavanşir Zeynallı, Cavan Zeynallı, onun tələbəsi olur. Çoxlu sayda Azərbaycanın xalq artisti, əməkdar artistlər var və Bakıda yaşayıb, Bakıda da dəfn olur. Bu da 1970-ci ildir. Mən bitirən ildir, 52 il bundan qabaqçı üniversitədir. Mən burada cavanlıqda da 20 yaşındayım. Bizlə Hacı Rasim Quliyev indi uzun müddət 18 Sumqayıt Musiqi Kollecində, bugün Milli Konservatoriyanın dosiyetidir.
Arif Əsədullayev məndən bitirib əməkdar incəsənət xadimi, professor. Burada Zülfüqar Fərəcov var, tibb elmlər doktoru, əməkdar elm xadimi, professor. İsrail Kərimov bəstəkar, dünya şırına həsrət edir, gözlərindən ötürmüşdür. Çoxdur burada saymaqla. Direktorumuz yenə Azər Abdullayevdir. Hacı Xan Məmmədov mənə dirijorluqdan Asosiyalı məktəbində dərsləyibdir. Adil Babayev bizim şöbə müdiri olubdur. Burada mən qeyd edim ki, Kamil Əhmədov məşhur. Allah rəhmət etsin. Bunlar hamısının adını çəkmək, Allah rəhmət edəsin ölənlərə. Qalanlardan mənim bir müəllimim sağdır, Asosiyalıda dərsləyən İlxan Müzəffərov daima bizim qonağımızdır, muğam bilicisi, gözəl muğam müəllim. Sanırım ki, müəllim gəlmişsiniz belə bir məktəb bəzilərinin çoxlu məktəb haqqında məlumatı var, ancaq bilmir ki, bugün məktəbin 124 yaşı var. Gələn 125 illik olacaq. Biz 100 illiyini, 80 illiyini Sovet dövründə keçiriblər. Neçə müəllim fəxri adı alıbdır o vaxtı. Məsələn, 100 illiyini Opera Balet Teatrında, 110 illiyini Opera Balet Teatrında mən artıq direktor idim. Biz 120 eləmədik ki, birbaşa 125 gələn idi. 125 illiyini keçirdik bu məktəbi. Həm bu tarixi məktəbdir. Nəinki Azərbaycanda, bu şərqdə ilk musiqi təhsil ocağıdır. Şərqdə, yaxın şərqdə ilk musiqi təhsil ocağıdır. Ben de teşekkür ederim ki siz bize vakti ayırdınız, dikkat gösterdiniz, bu güzel fikirlerinizi bölüştünüz ve ben de ümit varım ki mektebin uğurları bundan sonra da devam edeceği. Yani bu artık bir enenedir. Ona göre de çok nişminem. Muğam müsabiqəsi başlayacaq bu yaxınlarda. Evet. Mən qeyd edim ki, birinci muğam müsabiqəsində 20 iştirakçının 14'ü bizim tələbələr idi, məzunlar idi. Sonrakılarda da ondan yuxarı olub. Bu ildə yəqin ki, mən adlarını saysam gərək xeyli vaxt gedəcək ki, hamısı birinci, ikinci, üçüncü yerlərə götürən uşaqlardır, hamısı tanınandır bugün. Uğurlar arzulayırıq. Yeni müsabiqədə də muğam müsabiqəsi muğamımızı çox inkişaf etdirdi və dünyada tanıtdı. Biz de size uğurlar arzulayırıq. Teşekkür ederim, var olun. Sağ olun. Əziz izləyicilər, beləliklə daha bir verilişimiz sona yetdi. İnanıram ki, maraqlı oldu. Verilişlərimizə baxmağı, bəyənməyi, fikir və təkliflərinizi yazmağı unutmayın. Sağ olun, Allah'a emanet. Oxutar, səni kim unudar, oxutar, oxutar.